Herkese salam. Davam edirik. Müəllifi Cəmal Kərimov olan biologiya fənnindən Respublika fənn müsabiqələrinə hazırlıq test vəsaitinin bölmə 4 sınaq üçün izahı ilə. İlk sualımızla başlayaq. İnsanlara məlum olan ilk qiymətli zinət əşyası olan mirvari qədim zamanlarda insanlar tərəfindən təsadüfən sahildə çanaq içərisində tapılıb. Bu çanaq hansı canlılara aiddir? Bu çanaq mollusklara aiddir. Ümumiyyətlə molluskların bədəninə hər hansı bir parazit orqanizm düşdükdə təbii ki, burada sədəf, yəni incil bizindən söhbət gedir. Və onun bədəninə hər hansı bir parazit canlı və ya qum dənəciyi, yad bir cisim düşdükdə, xırda bir cisim düşdükdə daxili sədəf qatın hesabına həmin o yad cisim kənarlaşdırılmaqdan ötürü, zərərsizləşdirilməkdən ötürü üzəri xüsusi sədəfdən ibarət maddə ilə qat-qat örtülür və inci bu şəkildə yaranmış olur və bu mollusklara aid bir xüsusiyyətdir. Cavabımız olur D variantı. İkinci sualımızla davam edək. Onurğalılar yarımtipinə aid bir canlının bədən temperaturu ətraf mühit temperaturundan asılılığı verilmişdir. Və biz görürük ki, ətraf mühitin temperaturu artdığı halda bədən temperaturu dəyişmirsə, bu canlı istiqanlı canlı ola bilər. İstiqanlı canlılara quş və məməlilərə aid edirik. Buradan çöl göyərçini istiqanlı canlılara misal olacaq. Göl qurbağası amfibilərə aiddir, soyuqqanlıdır. Nil timsahı sürünənlərə aiddir, yəni reptilidir, soyuqqanlıdır. Cəld kərtənkələ reptildir, soyuqqanlıdır. Məməlilərin bədəni əsasən örtülmüşdür. Əksər məməlilərin bədəninin üzəri tük örtüyü ilə örtülü olur. Təbii ki, burada zireh ola bilər, tikan ola bilər. Dərisi misal üçün örtüksüz də ola bilər. Yəni dərisi üzərində heç bir örtüyü olmaya da bilər. Misal üçün balinalarda və s. Lakin əsasən tük örtüyü ilə örtülüdür. Misal üçün armadildə zireh görərik, yexidnada tikan görərik. Əksər məməlilərdə tük örtüyüdür, balinadır, delfində bunlarda da tük örtüyü yoxdur deyəcəyik. Dördüncü sualımızla davam edək. Stavromedusa, Aurelia, Hidra verilən lahizələrdən hansına hər üç canlıya aid etmək olar? Kirək skelet hər üçünə aid deyil. Suda aktiv hərəkət Aureliaya aiddir. Bədəni çətirə bənzəyir. Aureliaya aiddir. Bağırsaq boşluqlar tipinə aiddir. Bu hər üç belə deyək, canlıya aid xüsusiyyətdir. Aurelia və Stavromedusa meduzalar sinfinə, Hidra hidrozoalar sinfinə aiddir. Mərcan popülərinin nümayəndəsi verilməsə də 3 sinif var bu tipin nümayəndələr içərisində və hər üç canlıya ortaq xüsusiyyət bağırsaq boşluqlar tipinə aid olmasını götürəcəyik. Aşağıdakı qrafikdə hansı canlının ətraf mühit temperaturuna asılı qrafik göstərmişdir? Stabil bir qrafik görürük. Ətraf mühitdən asılı olmayan bədən temperaturuna sahib olan biz istiqanlı canlıları qeyd edirdik. Burada quş və məməlilər aiddir. Çöl pişiyi məməlilərə aid olacaq. Qurbağa, balıq, kərtənkələ bunlar soyuqqanlı canlılardır. Sual 6. Verilən heyvanların neçəsi istiqanlıdır? Quş və məməlilər istiqanlıdır. 1, 2 və 3 canlı istiqanlı olacaq. 7-ci sualımızla davam edirik. Aşağıda cədvəldə 3 heyvan növünün yetkin fərdlərində aid olan və aid olmayan xüsusiyyətlər verilmişdir. A canlısı yalnız onurğalılara aid olduğu qeyd olunur. Nə sabit bədən temperaturu var, nə də ki tük örtüyü var. B canlısı sabit bədən temperaturlu onurğalılara aid və tük örtüyü varsa bu məməlidir. C canlısı isə sabit bədən temperaturu var, onurğalılara aiddir, lakin tük örtüyü yoxdursa, C canlısı da quşlara aiddir. B məməli, C quş, A canlısına da biz burada sürünən götürə bilərik, suda buradan yaşayan götürə bilərik, balıq götürə bilərik. Sabit bədən temperaturu yoxdur deyə, yəni soyuqqanlı canlıdır və onurğalılara aiddir. Bu 3 canlı qrupunu götürmək mümkündür. Baxaq, doğru fikirlər istəyir. A növü sümüklü balıq ola bilər. Bəli, sabit bədən temperaturu yoxdur və onurğalı canlılara aiddirsə, balıq ola bilər. Doğru fikirdir. B növü balalısını südlə bəsləyir. Əgər B tük örtüyünə malikdirsə bu məməlidir və məməlilər balasını südlə bəsləyir. Doğru fikirdir. C növünün bədəni lələklərlə örtüldür. C sabit bədən temperaturuna malik olub, lakin tük örtüyünə malik deyilsə bunu quş adlandırdıq və quşlarda bədən örtüyü lələklərlə örtüldür. Doğru cavabımız olur D variantı. 8-ci sualımızla davam edirik. Şəkildə bəzi heyvanlar verilmişdir. Heyvanları qruplara ayırmaq istəyən Melisa aşağıdakı xüsusiyyətlərdən hansını seçərsə, yalnız qurbağa, tısbağa və itin. Qurbağa, tısbağa və itin yerləşdiyi bir qrupu belə deyə təyin etmiş. Onlar çox hüceyrəli, bunların hamısına aiddir. Doğru deyil. Daxili skelet, bəli, bu həm it, həm qurbağa, həm tısbağa da burada daxili skeletdir. Misal üçün, çərtkədə xitin mənşəli xarici skeletdir. Qarnayaqlı molluskların nümayəndəsi olan gölməçi ilbizində deməli kalsium mənşəli
Xarici çanaq vardır, yəni xarici skeletdir. Daxili skelet hər üçünə aid ola bilər, doğru fikirdir. Onurğalı canlıdır, bəli, daxili skelet bunlarda onurğadır, doğru fikirdir. Gözlərə malik olmaq çəyirtkənin ilbizin də gözü var, götürə bilmərik. Ətraflara malik olmaq çəyirtkənin ətrafı var, ilbizin ətrafı var, götürə bilmərik. Doğru cavabımız olur A variantı. Davam edirik 9-cu sualımız ilə hansı doğrudur qeyd edir? Doğruya doğru, yanlışa yanlış prinsipi ilə yanaşacağıq. Məməli canlı verilib tük örtüyü var, fikir doğrudur və təsdiqlənib doğruya doğru qoyulubsa, bu fikri götürürük, bir doğrudur. İkinci, məməlilərdə, ümumiyyətlə məməlilər ən çox vəzi müxtəlifliyinə sahib idi. Onların dərsində piy, tər, süd vəzlərinə rast gəlinir, qoxu vəzlərinə rast gəlinir. Deməli, piy vəzləri əslində var, fikir doğrudur, lakin yanlış qoyduğu üçün götürmədik. Süd vəzlərinə malikdir, fikir doğrudur, doğruya da doğru qoyduğu üçün götürdük. Lələklər, bu canlıda lələk yoxdur. Fikir yanlışdır. Yanlışa yanlış qoyduğu üçün götürdük. Və qoxu vəzləri fikir doğrudur, lakin yanlış qoyduğu üçün götürmədi. Yəni bu suallarda əgər bizim dediyimiz fikir diaqramda da təsdiqlənmiş olursa, bu fikir düzgündür. Və ya bizim inkar etdiyimiz fikir diaqramda da inkar olunursa, bu fikir doğrudur. Müsbət mənfi və ya mənfi müsbət uzlaşmazlıq yaranırsa, bu fikir yanlış kimi götürülür. Burada cavabımız olur 1, 3, 4, yəni C variantı. Ellervin diaqramına əsasən uyğunluq müəyyən edin. Qarnayaqlı molluskların nümayəndəsi olan gölməç elbizi və iki taylı molluskların nümayəndəsi olan anadonta verilmişdir. Bədəni gövdə və ayaqdan ibarət olan anadontadır, çünki anadontanın başı yoxdur. Qarın ayaqlılar sinfinə aiddir, bu gölməç elbizidir. Suyun dibində yaşayan anadonta bentos canlılara aiddir, suyun dibində yaşayır. Bu anadontaya aiddir. Manti bütün mollusklar üçün xarakterik xüsusiyyətdir. Hətta bəzi molluskların çanağı olmaya bilər, amma mantisi olmayan heç bir molluska yoxdur. Bu mollusklar üçün xarakterik bir xüsusiyyətdir, ortaq gedir. Spiral halında bulmuş çanağa malik olan isə olacaq gölməçə elbizi 1-ə B, Y, 2-yə D, 3-ə A, C cavabımız olur C variantı. Davam edirik 11-ci sualımız ilə hansı məməlinin tük örtüyü şəklini dəyişərək tikana çevirmişdir? Az öncə qeyd etdik ki, məməllərin bəzilərində tük örtüyü deyil, xarici örtük zireh ilə örtülmüşdür. Misal üçün burada begemot, fil bunların ümumiyyətlə tük örtüyü yoxdur. Armadildə zireh vardır. Yexidnada isə tük örtüyü şəklini dəyişərək tikana çevrilmişdir. A variantı doğru fikir olacaq. 12-ci sualımızla davam edirik. X, Y və Z hissələrin cəmini tapın. Bu X, bu Y, bu Z olmalıdır. Deməli, X, Y, Z ifadəsinin qiymətini tapın. Qurbağada quyruq yox, boyun yox. Ona görə baş, gövdə və ətraflardan ibarətdir. Qurbağanın bədəni 3 hissədən ibarətdir. Kərtənkələ sürünənlərə aiddir. Baş, boyun, gövdə, quyruq, ətraflar olmaqla bədən 5 hissədən. Məməlilər baş, boyun, gövdə, quyruq, ətraf olmaqla bədən 5 hissədən ibarətdir. Toplasaq bizə verir 13. Sual 13 ilə davam edirik. Uyğunsuzluğu müəyyən edin. Kalmar başayaqlı mollusklara aiddir. Tarantul, hörümçək kimlər sinfinə aiddir. Əqrəb, əqrəblər dəstəsinə və hörümçək kimlər sinfinə aiddir. Bu uyğunsuz verilib, xərçəng kimi deyil. Birə həşəratlara aiddir. Bəli, qanadsız həşəratdır. Doğru fikirdir. Yanlış, yəni uyğunsuz fikrimiz olacaq C variantı. Sual 14. Armadil və yexidnanın ortaq cəhəti aşağıdakı verilənlərdən hansı ola bilər? Tük örtüyünə malik deyil. Bu hər ikisi üçün ortaq cəhət olacaq. Armadildə zireh, yexidnada tikan var. Hər ikisində tük örtüyü yoxdur. Onurğaya malik deyil. Xeyr, hər ikisi onurğaya malikdir. Lələk örtüyü heç hansında yoxdur. Xarici skelet yalnız armadildə zirehi deyə bilərik. Lakin tük örtüyü olmaması hər ikisinə aid ortaq bir xüsusiyyətdir. Cavabımız olur A variantı. Sual 15 verilmiş. Demək, aşağıda qrafikdə ətraf mühitin temperaturu və fərqli sinifə aid bəzi canlılar verilmişdir. Biz bilirik ki, bədən temperaturu sabit olan istiqanlı canlılardır və quşların bədən temperaturu məməlilərə nəzərən daha çox olduğu üçün birinci canlı quş, ikinci canlı burada məməli götürəyi stabil olanlar, 3 və üçüncü canlı isə bu balıq da ola bilər, bu suda qurda yaşayan da ola bilər, bu sürünən də ola bilər. Davam edək, cavabımızı müəyyən edib biz doğru fikir axtarırıq. Deməli, 2 rəqəmi ilə verilən canlı lələk örtüyünə malik olar. 2 rəqəmi ilə biz məməlini qeyd etmişik. Lələk yox, tük örtüyü ola bilər. 1 rəqəmi ilə verilən canlı onurğalı heyvanlara aiddir. Bəli, quşlar onurğalı canlılara aiddir. Doğru fikirdir, götürdük. 3 rəqəmi ilə verilən canlı amfib ola bilər. Bəli, suda qurda yaşayan ola bilər. Sabit deyil, çünki bədən temperaturu ətraf mühitdən asılıdır. Ətraf mühitin temperaturu dəyişdikcə onun da bədən temperaturu dəyişmişdir. Bu ola bilər suda qurda yaşayan. Yəni amfibi. 2-3-ü götürdük. Bir rəqəm ilə verilən canlı süd vəzinə malik ola bilər. Xeyr, quşlar süd vəzinə malik deyil.
İki rəqəmli verilən canlı dəri vəzləri müxtəlifliyi ən çoxdur. Bəli, məməlilərdə az öncə də qeyd elədik. Qoxu, tər, piy, süd vəzləri olmaqla vəzin müxtəlifliyi daha çox olan canlılara aiddir. Doğru fikirdir. Bir və 2 rəqəmlə verilən canlı istiqanlıdır. Bəli, bədən temperaturu ətraf mühitdən asılı olmayıb da istiqanlı olan quş məməlidir. Bu da doğru fikirdir. 2, 3, 2, 3, 4, 6, 2, 3, 5, 6 da müəyyən edirik. B variantı. Dana dişinin ayağı dana dişi həşəratlar sinfinə aiddir və qazıcı ətraf tipinə malikdir. Davam edirik 17-ci sualla. Dərilərində tər, piy, qoxu və süd vəzləri olan heyvanlar az öncə qeyd etdik ki, bunlar məməlilərdir. Məməlilərdə lələk örtüyü yox, tük örtüyü ola bilər. Üstdən və altdan sümükləşmiş çanaq bu reptillərin nümayəndəsi olan tısbağalarda mümkün ola bilər. Dəriləri qurudur. Məməlilərdə dəri vəzlərlə zəngindir, quru deyil. Məməlilərdə tük örtüyünün dəyişməsi tüləmə adlanır. Doğru fikirdir. Balığın hansı rəqəmlə verilən üzgəcləri suyun dibinə enərkən və ya səthinə qalxarkən suda müvazinəti saxlamağa xidmət edir? Balığın cüt üzgəcləri suda müvazinətdə rol oynayır. Cüt üzgəclərimiz döş və qarın üzgəcləridir. Burada 5 rəqəmi ilə döş, 4 rəqəmi ilə isə qarın üzgəcləri verilmişdir. Bunlar suda hərəkət zamanı, suyun qatlarında hərəkət zamanı deməli, balığın bədəni müvazinətinin təmin olmasına xidmət edir. Sual 19. Xarici skeleti xitindən təşkil olunan canlıları müəyyən edin. Bu boğmayalar tipinin nümayəndələridir. Həşəratlar sinfindən deməli, qarışqanı görürük, xarici skeletə malikdir. Xərçəng kimlərdən xərçəngi görürük, xarici skeletə malikdir. Bir də xarici skeleti görə bilərik. Deməli, burada mollyuskların nümayəndəsi olan gölməçə ilbizində kalsium mənşəli xarici skelet, yəni çanaq vardır. Sonra hörümçək-kimlər sinfi nümayəndəsi xitin mənşəli xarici skelet və bir də burada xitindən təşkil olunanını soruşur. Biz bunu deməli ümumiyyətlə çanağı xarici skelet olan desəydi götürərdik, amma xitindən təşkil olunan deyirsə molluskanı götürmədik və bir də götürürük burada deməli həşəratlar sinfinin nümayəndəsi olan xarici xitin skeletə malik olan deməli həşəratlardan parabüzəni. Ümumiyyətlə yadda belə saxlayaq. Əgər deyirsə ki, kalsium mənşəli xarici skeletə malik, burada molluskları götürə bilərik. Xitin mənşəli xarici skelet üzvi maddədən ibarət olan xarici skelet buxum ayaqlar tipindədir. Silisium mənşəli xarici skeleti isə biz bir hüceyrəli canlılarda görə bilərik. Bu da sarkomastikaforlar tipinin nümayəndələrində deməli foraminiferdir, radiolarlərdir. Bunlarda silisium mənşəli xarici skeletə rast gəlmək olur. Lakin bizə xitin dediyi üçün, yəni xitin üzv maddədir və 2, 3, 6, 7-ni burada müəyyən etmiş olarıq. Davam edirik 20-ci sualımız ilə. Ətrafların şəkli verilmiş canlılardan hansı yalnız su mühitində yaşayır? X ata məxsus olan deməli daxili skelet, Y balinaya, Z tısbağaya, T qurbağaya, F isə quşa məxsus olan xarici skeletdir, daxili skeletdir və biz burada yalnız suda yaşayan deyirsə balinanı yalnız götürə bilərik. Bəli, qurbağa suda yaşayırmı? Yaşayır, amma yalnız suda yaşayan deyəndə biz sinifin adını suda yaşayanlar demişik. Su mühitində yaşaya bilər desəydi götürərdik, amma hal-hazırda biz yalnız su mühitində yaşayan deyirsə, məməli balinanı götürəcəyik, yalnız su mühitində yaşayır. Davam edək 21-ci sualımız ilə. Hörümçək-kimlər sinfinin nümayəndəsi vermişdir və yanlış xüsusiyyəti istəyir. Daxil olduğu sinfin bütün nümayəndələr quru mühitində yaşayır. Xeyr, su mühitində misal üçün hörümçək-kimlərin bəzi nümayəndələri var ki, su hörümçəyi məsəl üçün suda yaşayır. Ona görə yanlışdır. Elə A variantı. Bu bizim yanlış fikrimizdir. Digərlərinə də baxaq. Hər bir ayağının sonunda 3 caynaq var. Bəli, 8 ayaq var. Hər ayağının sonunda da 3 caynaq var. Bədən və ətraflar üzəri tükçüklərlə örtüldür. Qarıncığı da boğumsuzdur. Bunlar doğru fikirlərdir. Sual 22. Şəkildəki canlıların hər ikisinə aid etmək olar. Qarnayaqlı mollusklar nümayəndəsi vermişdir. Bu mollusklar tipinə aid canlıdır və buğmayaqlar tipindən də arını görürük ki, boğmayaqlar tipinə aid bir canlı verilib, həşəratlar sinfinə aiddir. Xarici örtüyə malik olmaq, deməli, gölməçə ilbizində xarici çanaq, yəni kalsium mənşəli çanaq skelet var, xarici skelet və deməli, həşəratda isə xitin mənşəli skelet var. Xarici örtüyü varmı? Bəli, hər ikisini də qeyd edəcək. Bədən baş hissəsi hər ikisində seçilir. 3 tətraf həşərata aiddir. Onurğaya malik olmaq heç birinə aid deyil. Cavabımız olur A variantı.
Baş hissəsində qolcuqlara çevrilmiş ayaqları var. Deməli, qolcuqlara çevrilmiş ayaqlar baş ayaqlar sinfinin nümayəndəsi, mollyusklar tipinin baş ayaqlar sinfinin nümayəndəsidir. Çılpaq ilbiz qarın ayaqlı, anodonta 2 taylı, midya 2 taylara aiddir. 8 ayaq isə baş ayaqlar sinfinin nümayəndəsidir və bunların baş hissəsində yerləşən qolcuqları, ayaqları qolcuqlara çevrilmişdir. Xitin maddəsindən təşkil olmuş xarici skeleti biz buğum ayaqlar tipinin nümayəndələrində görəcəyik. Burada əqrəb də ola bilər, deməli xitin mənşəli xarici skelet milçək də ola bilər, xərçəy də ola bilər, qarışqa da ola bilər. Burada olmalıdır 3 və cavabımız olur B variantı. Sual 25 xarici skeletə malik deyil. Buradan deməli xarici skeleti var. Buğum ayaqlılardan xərçəngin, mollyusklardan gölməçə ilbizinin, buğum ayaqlılardan hörümçəklər sinfi nümayəndəsi verilib. Deməli 3 canlıda xarici skelet var. 1, 2, 4, 7 xarici skeletə malik deyil. Bölmə 4-ün sonuncu sınağı idi bu.